Əlimdə tutduğum məktubları ikinci sinifin şagirdləri bir-birlərinə yazıblar. Sən super qəhrəmansan, sən nə yaxşı ki varsan, sən çox ağıllısan, sən mənim əziz dostumsan kimi cümlələrlə məktublarını bəzəyiblər. Rus bölmələrində istilik bayramı qeyd olunub. Şagirdlər həmin günü oynayıblar, oxuyublar, xoş gün keçiriblər. İndi siz təsəvvür eləyin bu xoş ovqatla evlərinə dönən şagirdlər necə özgüvəndə olurlar. Və hamımıza məlumdur ki, özgüvəni olan insanlar həyatda özlərinə necə yer tapırlar. Var bir də belə insanlar. Təxribatçı düşüncəli, nifrət nitqini yayan, narsist düşüncəni cəmiyyətə təbliğ edən. Nə gözəl olardı ki, sözdə yox, əməldə özümüzü özümüzə sevdirəcək nələrsə eləyək. Çox təəssüf ki, Azərbaycan bölmələrində belə bir halla rastlaşmamışam. Varsa nə gözəl. Çəkin, yayaq, paylaşaq. İndi siz düşünün, həmin şagirdlər sevgi ilə sinifdən, məktəbdən ayrılır və həmin sevgi ilə məktəbə, sinifə necə qayıtmaq istəyir, dərsinə məhəbbətlə yanaşmaq istəyir, müəllimini necə sevir, sinif yoldaşlarını sevir və bu sevgi ilə böyük bir cəmiyyət formalaşır. Özümüzü özümüzə sevdirək.